Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 19 aprel 2025-ci il tarixində OTK və MGM-in birgə təşkilatçılığı ilə həyata keçirilən sınaq imtahanının tarix suallarının 9-10-cu sinif OTK tarix suallarının izahı ilə gəlin tanış olaq. 61-ci sualımızda xəritədə qeyd edilən şəhərlərin ümumi cəhətləri bizdən tələb olunurdu. Demək 1, 2 və 3, 1 burada Təbrizə uyğun gəldi. Biraz yuxarıda verilsə daha yaxşı olardı. 2 Gəncə, 3 isə Şirvana uyğun gəlir ki, hər 3 şəhər Səvlər dövlətinə bəylərbəylik mərkəzidir. Ümumi xüsusiyyət doğrudur. 2 və 4 Şəddadilərin paytaxtıdır. Qeyd edelim ki, Şəddadilərin tək paytaxtı olub, o da Gəncə, yəni 2, 4 yox, Ərdəbil deyil. 3 və 5 Şirvan və Dərbənd bölgəsi 11-ci əsrdə Slavyanların yürüşünə məruz qalıbdır. Doğrudur. Monqolların ilk yürüşü zamanı işğal edilibdir. 1 Təbriz ola bilməz, 5 Dərbənd ola bilməz. Deməli, 1 və 3 uyğunluğu yer alır B variantında, 61-də B doğru variantdır. 62-yə baxaq, qədim Yunanıstan və qədim Roma üçün ümumi cəhət strateq Yunanıstanda olub, Solon Yunanıstanda olub. C oxşar cəhətdə eradan əvvəl 5-ci əsrdə Afina, eradan əvvəl isə 2-ci əsrdə Roma artıq hakim dövlətə çevrilmişdir. Aralıq dəniz hövzəsində xalq tribunlarının seçilməsi Romada olub, Pun müharibələri Romada olub. Baxaq 63-cü suala, daha sonra hansı hadisə baş veribdir? Qaraqoyunlar və Teymurlar arasında Herat barışığı 1459, təhkimçilik 1303, İbrahim Teymurun yürüşlərində 1395 və 1402-ci illərdə iştirak eləyir. Terek və Ankarada. Cəlalilərin hakimiyyətinə Azərbaycanda son qoyulmuşdu. Deməli 1410-cu il Əsəddən sonra, Sərdərud 1408-ci ildə. Daha sonra baş verən hadisə A variantı olur. 63-də məntiqi arıcılıq ərəb xilafəti parçalandı, Şirvanşahlar dövləti meydana gəldi və bu nəyə işarə eləyir? Azərbaycanda hansı ki, müstəqil dövlətçiliyin, qədim dövlətçilik ənənələrinin bərpa edilməsinə. Feodal münasibətləri 3-cü əsrdən var idi. Bərdə əmirliyi Şirvanşahlar dövlətinin yaranmasından əvvəl 8-ci əsrin sonunda yaranmışdı. Vahid Türk xalqı Atropaten Albaniyanın yaranması ilə başlamışdı. Mehranlərin hakimiyyətinə 705-də son qoyulmuşdu. Bizə 861-dən sonrakı hadisə, yəni E variantındakı fikir lazım idi. 65-ə baxaq. Hadisə nəticə əlaqələri sualına və bu sualın izahını verməmişdən əvvəl istər 9, istər 10-cu sinif abituriyentləri həm bu il, həm də ki, qarşıdakı illərdə məhz qəbul imtahanlarında 2-ci və 3-cü qruplar yüksək nəticə əldə etmək istəyirsə, ən son dərslərə uyğun test tapşırıqları işləmək, qəbul imtahanı sualları ilə tanış olmaq, ümumilikdə DİM-in baza suallarını, model suallarını, qəbul suallarını hər gün mövzu, bölmə və ümumi formada işləyib, istər sınaqlarda, istər ən əsasdakı qəbul imtahanlarında yüksək nəticə əldə etmək istəyirsə, il boyu aktiv olan və hər il yüzlərlə abituriyentin iştirak edərək imtahanlarda möhtəşəm nəticə əldə etdiyi sınaq qrupumuza qoşula bilərlər. Abituriyentlərimiz sınaq qrupları haqqında, dərs qrupları haqqında ətraflı məlumat əldə etmək istəyirsə, qeyd olunan 055 403 3753 nömrəsinə yazsın və qeydiyyatdan keçsin. 65-ci izah ilə gəlin tanış olaq. Və bütün bu suallar həmçinin Telegram kanalımızda da paylaşılıbdır. Orada daxil olub suallarla işləyə bilərsiniz. Rom papası və patriarx arasında xristianların vahid lideri olmaq uğrunda mübarizə gətirib xristian dininin parçalanmasına çıxardı. Bəli, 1054-də bu doğru fikirdir. Baxırıq 2-yə, 2-ci xalq yürüşünün baş verməsi, Konstantinopolun tutulması. Bu 4-cü xalq yürüşünün nəticəsidir. 2 yanlışdır. Böyük Səlcuq dövləti zəiflədi. Bu 1-ci xalq yürüşündə xalqçıların uğur qazanmasına gətirib çıxardı. Bəli, 3 doğrudur. Salahiddin Əyyubinin Qüdsi geri qaytarması 1187-də Təbəriyə döyüşü. Bu 4-cü yox, 3-cü xalq yürüşünün deməli, olmasına gətirib çıxardır. Yəni 1-3 doğru uyğunluq olur. İkinci Xan hakimiyyət dövrünə aid deyil. Paytaxtın Qaraqorumdan Pekinə köçürülməsi Xubilayın dövründə idi. Elə A uyğun deyil. B, C, D və E variantları öz növbəsində doğrudur. Çingiz xana aid. Xəritədə rəqəmlərlə göstərilmiş ölkələrin heç birinin 16-cı əsr tarixinə aid deyil. Belə ki, xəritədə İngiltərə, Almaniya, Fransa və İspaniya qeyd olunubdur. Deməli, bu dövlətlərin 16-cı əsr tarixinə uyğun olmasın. Xəritədə nəsə çətinliyiniz varsa, bütün hər hansısa bir çətinliyi aradan qaldırmanız üçün xəritə izahlarımız da var, mövzu izahları da. Yəni, bütün növ video izahlar var kanalda. Keçid eləyib playlistlərdə tanış ola bilərsiniz. İndi baxaq, 100 illik müharibə baş verib 1337-1453. Yəni, burada
Qeyri-adi bir xəritə biliyi də tələb olunmurdu sizdən, əziz 9 və 10-cular. Səbəb, çünki bu hadisələr 14-15-ci əsrlərdə olub, 100 illik müharibə. Bizdən də 16-cı əsrə aid olmayan cavab istəyir, elə variant A-dır. Baxın, Kəndli müharibəsi 1524 Almaniyada olub. Varfolomey gecəsi Fransada olub 1572-də, əks reformasiya dövründə. Məsələn, 3-ü buradan çıxa bilərdi. Lamanş döyüşündə məğlub olub İspaniya 1588. Güclü dəniz dövləti olur elə Lamanşdan sonra ingilislər. Yəni A variantı aid olmur. Sin və Mauriya sülalələri tərəfindən idarə edilmiş qədim dövlətlər. Sin sülaləsi eradan əvvəl 221-206-da bu gördüyünüz Çində hakimiyyətdə olubdur. Burada bir hissəsi düşüb. Mauriya sülaləsi də məhz Hindistanda hakimiyyətdə olub. Yəni 4-5 C variantı. 69-a baxaq. Burada isə yanlış cavab lazımdır sizə. Deməli, Spartak üsyanı və Qırmızıqaşlar üsyanı eradan əvvəl 1-ci əsrdə olubdur. Bunu Spartakla bağlı deyə bilərik. Amma Qırmızıqaşlar bizim eranın ilk əsrində olmuşdu axı, yəni 18-ci ildə. Elə A variantı yanlışdır. Doğruluğunu sübut eləyək. Sarı sarıqlar 184, Romada qulların öldürülməsi yenə 2-ci əsrdə qadağan olunur. Əhəməninin süqutu eradan əvvəl 330, Atropatena eradan əvvəl 321, 4-cü əsr. Maqneziya eradan əvvəl 190, Mario eradan əvvəl 180-də deyilir. Doğru. Frasp eradan əvvəl 36, Böyük Hun eradan əvvəl 58-də parçalanır. Eradan əvvəl 1-ci əsr doğrudur. 69-da A variantı qaldı səhv cavabımız. Şah İsmayıl və Ağqoyunlu Yaqub Padşah. Hakimiyyətləri durğunluq dövrüdür. Bu Yaqub aid ola bilər. Şirvanşahlarla müttəfiq olubdur. Bu Yaqub aid ola bilər. Bu ortaq fikirdir. Özbək dövləti məğlub edilməsi İsmayıla aiddir. 16-cı əsrdə hakimiyyət olması Şah İsmayıla aiddir. Yəni C variantı qalır. 71 demək hardadır? Buradadır. 1-ci Göytürk xaqanlığı və Qaraxanlı dövləti 1-ci Göytürk 552-588-ə qədər mövcud olub. Qaraxanlı 840, hansı ki 1212-ə qədər tam mövcudluğudur. Qarluq xaqanlığının varisləridir Qaraxanlılar. Qar sözlərindən yadda saxlaya bilərsiniz. Şərq və qərb olaraq 2 hissəyə bölünüb, hər ikisi Göytürklərdə məhz parçalanmışdı. Qaraxanlılar da 1042-də və ümumi xüsusiyyət İslamı qəbul edib Qaraxanlı satıb buğra. Çin aslala salıbdır, Sasani ilə müharibə aparıbdır. 1-ci Göytürk 1 D və E, 2 A və S. Deməli, bu cavabımız hardadır? 1 D-yə 2 A, S. E variantında olur, doğru fikrimiz. 72. 14-cü əsrin ikinci yarısından fərqli olaraq 1-ci yarısında baş versin. 100 illik müharibə başlayır 1337. 14-cü əsrin 1-ci yarısında bizə hansı lazım idi? 14-cü əsrin 1-ci yarısı A qalır. Teymurlərin meydana gəlməsi 1370, bu 2-ci yarısına düşür, yəni bu tərəfə. Cəlallərin yürüşü 1359 cənuba, 1367 şimala bura uyğun gəlir. Kəsrənlər hakimiyyət olub 1027-1382, bu ümumi fikirdir. Qızıl Ordunun parçalaması bura aid olmur, elə ümumiyyətlə 15-ci əsrdir və A variantı qalır, doğru fikir. Səfəvi hökmdarı Təhmasibin dövrünə aid deyil, 1524-76 hakimiyyətdə olur. Osmanlı məğlub edib dəfələrlə Burd, Həmədan buna nümunədir. Şirvan Bəylərbəyliyi 1538 doğrudur. Şəki hakimliyinin müstəqiliyinə son qoyulubdur. 1551 doğrudur. Tamğan ləğvi 1565 doğrudur. E variantı olur, çünki Səvi-Osmanlı müharibəsinin 16-cı əsrdəki ikinci mərhələsi 1578-də Xudabəndə dövründə başladı. 74-də baxaq. Deməli, xronoloji ardıcıllıq Manna mərkəzləşmiş dövlət çevrildi eradan əvvəl 740-719-da İranzun dövründə. Tip paytaxta çevrildi eradan əvvəl 2-ci minillikdə. Roma şəhəri yarandı eradan əvvəl 753-də əsas qoyulub. Çində dəmir emalı eradan əvvəl 6-5-ci əsr, elə 5-ci əsr qalsın burada. Demək, böyükdən kiçiyə doğru düzürsünüz. Xronoloji ardıcıllıqda eradan əvvəl olduqda. Ardıcıllığımız da burada ola bilər. Deməli, 2, 3, 1 və 4. Keçək uyğunluğumuza. Ağqoyunlu dövləti qalib gəldi. Yəni, siz 1468-1503-də olan hadisələrə baxırsınız. Otluqbeli döyüşündə məğlub olub. Qoyulu Hisar 1461 qalib gəlib, amma dövlət yox idi o dövrdə. Gördüyünüz kimi uyğun gəlmir. Samurda ümumiyyətlə iştirak eləməyib. Malatyada qalib gəlib 1473-də. Osmanlıya və Şəməstə də 1494-də Səfəvilərə, Səfəvilərin Ərdəbil hakimliyinə. Mətnimizə baxaq. Şirvanşah İbrahim Qarayüsufə tabe olmur. O əvvəlcə Sultan Əhmədi müdafiə eləyir. Bu məqsədlə Təbriz yaxınlığındakı döyüşdə oğlu Kəyin Mərsi onun köməyinə göndərir. 1412-ci ilin payızında baş verən döyüşdə İbrahim və onun müttəfiqləri Qaraqoyunlular tərəfindən məğlub edilir.
və s. və s. və s. Deməli, Şirvanşah İbrahimin mətndə göstərilməyən diplomatik səhvini bir cümlə ilə qeyd edin. Əziz 9 və 10-cu sinif və digər videonu izləyən abituriyent müəllimlər, qeyd edim ki, OTK və Dövlət İmtahan Mərkəzinin bütün sınaq və qəbul testləri, ümumilikdə dərs izahları, yeni dərsliklərə uyğun olan qeydlər, qızıl qaydalar, test izahları və s. hər biri ilk olaraq məhz bizim kanalımızda paylaşılır. Bunun üçün kanala abunə olub və əziyyətimizin qarşılığı müqabilində videonu bəyənib, bildirimləri açmağı unutmayın ki, ilk yeniliklərdən sizlər xəbərdar olasınız və nəzərinizə bir daha çatdırım ki, sınaq qruplarımıza da 9, 10, 11-ci sinif və müəllimlər üçün də olan sınaq qruplarımıza qeydiyyat davam edir. İl boyu siz bu qruplara qoşulmaqla mövcud vəziyyətinizi yaxşılaşdıra, nəticənizi yüksəldə bilərsiniz. Bizi izləmədə qalın. Bir sözlə, İbrahimin səhvi nədən ibarət olur? Qara Yusifin itaət təklifini qəbul etmir. Bunu qeyd eləmək olardı. Tarixi biliklərinizə əsasən mətndə göstərilən döyüşdə 1412 Kürçay sahilindən gedir. Şirvanşahların müttəfiqləri Şəki hakimliyi olur, hansı ki Seyid Əhməd. Gürcü Konstantin olur, onu qeyd eləmək olar. Və mətndəki deməli haqqında bəhs edilən döyüşün adını 1412 bu qeyd olunmuşdu. Onsuz 12 yazmaq mənası olar. Elə Kürçayı sahilindəki döyüş idi. Həmən vaxt bu döyüş. Beləcə, məhz bu sınağımızın da izahının sonuna gəlirik. Videonu izlədiyiniz və əgər bəyəndinizsə, indidən bəyəndiyiniz üçün sizlərə təşəkkür edirəm. Növbəti videolarda görüşəndə sağ olun, salamat qalın.